mən həmişə qeyd edirəm ki, mən oxuduqlarımdan çox təcrübə əsasında daha çox öyrənirəm. Hər bir insanın yaşantısından, həyat hekayəsindən öyrənirəm. Və bir müraciət edən şəxsin fikri mənim üçün o qədər belə bir şüar oldu da. Deyir ki, beynim mənim düşmənimə çevrilib. Maddə asıllığından söhbət gedir amma. Deyir, mən onu unutsam da, o məni unutmağa qoymur. Beynim unutmağa qoymur da onu. Burada beynim məni unutmağa qoymur. Və bu fikirdən yola çıxaraq demək istəyirəm ki, oyun asıllığı da digər asıllıqlarda olduğu kimi beyin xəstəliyidir. Yəni, beyni insan düşməninə çevrilir. Beyin insanı aldadır. Çünki oyun zamanı nə olur? Həmin şəxs udur, böyük bir həyəcan yaşayır, dopamin ifraz olunur, böyük həyəcan və insan yenə onu, o həyəcanı yaşamaq arzusu ilə fikirləşir ki, ikincisində də oynayacaq, udacaq. Yenidən o eyni hissi yaşamaq, o enerjini, o həyəcanı yaşamaq eşqi ilə belə baxır ki, bir də artıq asıllıq dərəcəsinə çatıb.